Tam birinci növbədə yatmamışdan qabaq ən azı 1 saat orta sürətlə gəzməlidir, təmiz hava almalıdır, beyin toxuması oksigenlə qidalanmalıdır. Mən bu yaşımda ilk dəfə dərindən hiss elədim ki, oksigen nə deməkdir. Xeyli vaxt gedib rayonda qalmırdım, getdim qaldım, ilahi nətər yatdım, nə cür yatdım. Və oksigenin nə olduğunu elə bil yenidən kəşf elədim ki, rayonla buranın Bakının havasında nə qədər böyük bir fərq var. Təmiz havada gəzməlidir, gecələr hava daha təmiz olur da, nə ki gündüz 100 minlərlə maşının təsirindənsə gecə maşın azalır, hava nisbətən təmizlənir insanlar. Və gəzəndən sonra gəlib duşun qəbul eləməlisən ki, dəri təmizlənsin ki, rahat nəfəs alsın, yorğunluğun geçsin. Sonra da təbii ki, 6-dan 7-dən sonra qida qəbul eləməməlisən. Adamlar var, deyir, gecə durur 2-də yeyirəm, 3-də yeyirəm, o adam yata bilərmi, o adam rahat ola bilərmi? Onun nə orqanları istirahətsiz fəaliyyət göstərir, orada normal qaraciyər olmaz. Biz bilirik ki, normal bütün orqanizmə daxil olan toksinləri, zəhərləri qaraciyər təmizləyir. Onu da gecə-axşam sən yüklüyürsənsə, alınmayacaq. Həm yuxun qaçacaq, həm kortizol hormonu, orqanizmə daxil olan ki, meyvə nə etməlidir? Kortizolun miqdarı artır, hormonun və insulin ifraz olunur. Və artıq sənin yatmağın rahat ola bilməz, mümkün deyil. Ona görə meyvə tərəvəzi günün birinci yarısında yemək məsləhət görülür. Su da elədir. Gecə mən 10 stəkan çay içir, sonra gəlir yatsın. Necə? O kafein qoyarmı onu yatmağa? Ümumiyyətlə saat 6-dan 7-dən sonra mütləq mənada su məsələsində də müəyyən qənaət eləməlisən ki, dayandırmaq yox. Ağzın quruyanda 50 qram içirsən, hər yarım saatdan. Yüklənmir ürək damar sistemi və yuxun pozulmur sənin. Ondan başqa da təbii ki, insanların yuxusunu əlindəki telefon həll edir. Baxır, gecə yuxuda deyir, doktor, qışqırdım, durdum. Niyə? Elə bildim, məni öldürürlər. Getdim, qəbristanlıqdaydım, ya hardaydım. Sən o qədər orada xəbərləri eşidirsən, elə gəlir ki, elə bu dəqiqə elə bir müharibədir, dünya alt üstü olacaq. Hər xəbərdə çörək qazanır orada. Sən gecə axşam 8-dən sonra ümumiyyətlə telefondan uzaq olmaq lazım, sosial xəbərlərdən uzaq olmaq lazım Samir bəy. Dərin yatmaq istəyirsənsə.